Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli, hörmətli izləyicilərimiz. Sizləri mən Şuvalandan salamlayıram. Şuvalanda sizə bir dənə ev çəkib paylaşacağım, indi göstərəcəm sizə. Ondan əlavə olaraq, ilkin olaraq sizə məlumat vermək istəyirəm. Mən bu evlərin hal-hazırda küçəsindəyəm, dalanındayım. Biz hal-hazırda Şuvalanda ən tanınmış deyilən, hamı bilir də, Tramplinlər küçəsindəyəm. Hər yerə yaxın bir ərazidə. Buradan gəldim. Burada deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə ev var. Bir ev satılıb, bax o birinci ev satılıb, Allah xeyir versin. Bu ev qalıb, kim gəlsə ona da baxa bilər inşallah. Ondan əlavə olaraq bu ev qalıb. Bir də ki, burada bundan əlavə olaraq 3 dənə ev qalıb. Qalan evlər hamısı satılıb. Allah xeyir versin. Sizə də bu evlər maraqlıdırsa, tələsin. Bu ev, yenə deyirəm, indi bu qiymətədir. Birazdan sezon başlayacaq. Sonra müştərilərimiz çoxalacaq, bazara gələn, gedən. Bilirəm ki, qiymətlər də qalxacaq. Belə bir evlər də yerdə qalmayacaq. Çünki Allah hər kəsin canını sağ eləsin. Kim bacarırsa, kimin pulu varsa gəlib alır. Alanlar da var maşallah. 5 sotun içərisində əşyalıdır. Bütün evlər əşyalıdır. 5 sotun içərisində baxın, mən sizə bir ev təqdim edəcəm. Modern, gözəl, geniş. Demək olar ki, evlərin hamısı belədir. 4 sotdur, 5 sotdur. Bu sotların içərisindədir. Hamısı 4 otaq, əşyalı. Bu evin qiyməti isə start olaraq, mən yenə deyirəm, start olaraqdır. Bütün qiymətlər startdır. Yəni, bunu ev sahibi deyir ki, mən bu evi bu qiymətə bazara çıxardıram. Müştəri gəlsin, baxsın, bəyənsin. Mən oturaq bir stəkan çay içək və yoxsa da evin içərisində oturaq, danışaq, mən endirim eləyəcəm. Yəni, endirim eləyib, verəcəm müştərinə evi, sağ-salamat yaşasın. Kupçalıdır. Torpağın da evində kupçası var. Həyətə keçmişik, avtomatik olaraq darvaza, qutla təhciz olunmuş darvazasıdır. Torpağın da evində kupçası var. Start qiymət 310.000 manatdır. Geniş həyət, yaşıllıq, 4 metrənin 7 metrəyə olan filtrli hovuz, söhbətgah. Söhbətgahın daxilində mətbəx mebeli yığılıb, su hövzəsi qoyulub, su çəkilib, bir dənə də balaca da olsa gözəl bir manqal inşa olunub. Hovuz buradadır. Maşallah, qəşəkdir, böyüdür özü. 8 metrə geniş, böyük bir hovuzdur. Qazı, suyu, işığı hamısı daimidir. Ev yerdən deyil, yerdən hündürdə inşa olunub. 2 daş. Qarşısında belə bir veranda var. Evin ümumi giriş hissəsidir bu, giriş qapısıdır bu. Bura mətbəx otağıdır. İçəridə görəcəksiniz, geniş, böyük bir mətbəx otağı var. İçərisində də ki, yenə deyirəm, əşyalıdır. İndi isə keçək evin daxilinə. Buyur. Ayaqqabılarımızı çıxalım, maşallah. Evin içərisi sərindir. İstidir. Gəl. Evin daxilinə keçdik, ümumi giriş qapısından. Evin diri isti döşəmə yanır, nə qəşəkdir. Qışda isti olur, adama xoş gəlir. Yayda girirsən, sərin olur, adama xoş gəlir. Sağ tərəf qonaq otağıdır. Qonaq otağında bugünkü gün üçün istifadə olunması nə varsa demək olar ki, var. İndi belə deyim də, çox evlərin otaqları, yataq otaqların və yaxud da evin içərisini çox doldurmurlar. Bugünkü gündə nəyə ehtiyac varsa onu alırlar, qoyurlar. Elə belə də yaxşıdır, rahatdır. 2 dənə kreslosu, divanı, böyük bir televizoru, stolu. İndi onu özünüzə baxarsınız, artırmaq falan. O ki, gələcək üçündür. Qonaq otağıdır. Birbaşa hovuza, söhbətgaha baxır. Evin daxilində 3 dənə yataq otağı var. Doğrudan deyirəm, çox qəşəngdir, genişdir, gözəldir, rəng seçimləri gözəldir, çox superdir. Birinci yataq otağı. Dolablar qoyulub, dolab. Hamısı yığılıb, mebel. Burada da üzü şüşəlidir. Sonra yataq dəstidir, qoyulub. Buna biz bəzənmə stolu deyirik. Mən deyirəm, bəzənmə stolu. Burada bu yataq otağının özünün sanitar qovşağı var.
İkinci yataq otağı. Bir dənə bu yataq otağı boşdur. Özü də gördüyümüz kimi görürsünüz, çəkilişdən də görürsünüz. Yataq otaqları, vəbşi evin içərisi genişdir, qəşəngdir. Çox da belə sıx balaca otaqlar deyil. Ümumiyyətlə. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Orada nəsə qoşulmayıb, ona elə baxdım. Üçüncü yataq otağı. Burada hal-hazırda obrisi evdə təmizləyənlər işləyir, onların əşyalarıdır. Götürəcəklər. Kondisioner xəttləri də hamısı atılıb, kondisionerlər yoxdur. Nə bilim, əgər kimsə istəsə, məncə ev sahibi kondisioner də qoyub təhvil verər müştəriyə. Sonda isə sizə mətbəx otağını təqdim edəm. Bura evin daxilində yerləşən mətbəx otağıdır. Həyətdə də demişdim, geniş, böyük bir mətbəx otağı var. Genişdir. Bax, televizoru var, paltar yuyan maşını var, sobalar qoyulub, iki gözlü soyuducu qoyulub, mərmərdir, su hövzəsidir, qaz sobasıdır, aspiratoru yerində. Bu da ki, kamera xəttləri hazırdır, çəkilib. Bir nöqtə küçəni göstərir, bu bursu nöqtə 2 dənə həyəti göstərir. Bu nöqtədəki bütöv evin sağın və solun hissələsini göstərir. Əziz izləyicilərimiz, tələsin, bir daha söyləyirəm, doğrudan deyirəm, evlər satılır, kimə uyğundursa, kimin fikrində varsa, indidən gəlsin, endirimlərimiz də yaxşı olacaq, inşallah. Çox sağ olun, minnətdaram, bizi izlədiyi üçün, biz izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.